Maraqlı bir həmsöhbətim var. Mən böyük məmnuniyyətlə qonağımızı sizə təqdim etmək istəyirəm. Tədqiqatçı alim, klinik psixoloq Fuad Əsədovla həmsöhbət olacağıq. Xüsusilə bir öncəki nəsildə bunu hiss eləyirəm ki, onlar nəsə deyirlər, nəsə bəlkə təbliğ eləyirlər ya da nəsə fikirləri var da və elədir ki, sanki ya da başqa cür düşünən insanlar yoxdur dünyada, özləri elə aparırlar. Elə bilər ki, elə hər kəs onlar kimi düşünür. 19 yaşlı bir qız artıq çox depressiyaya düşübdür, özünü çox pis hiss eləyir və mənim yanıma gətiriblər pasiyent olaraq, qəbul eləyirəm və məlum olur ki, bu 19 yaşlı qız heç təhsil almayıbdı, məktəbə getməyibdi və mən atası ilə danışıram, deyirəm, niyə görə bu belədir və mən bilirsiniz nə cavab verir? Baxın, deyir ki, harda görülüb ki, qız təhsil alsın? Bir çox yerdə görülüb. Ya bax, bu cümlə nə qədər absurd bir cümlədir, düşünə bilirsiniz, deyir, harda görülüb ki, qız təhsil alsın? Bilmirəm, dünyanın 99%-ində görülübdür. Bəlkə sizin məhəllə xaricində hər yerdə görülübdür bu. Amma görün, o qədər özündən əmindir və doğru elədiyinə və bu arada bu yəni qızın atası təhsilli bir insan idi, yəni bayağı həkim falan idi.